Ondan sonra keçirik İmam Malik İbni Enes rahimehullah'ın sözlerine. İmam Malik İbni Enes hicret diyarının Medine'nin imamı olup ve hicretin 179. yılında vefat edip. İmam Ebu Hanife'den 29 yıl sonra vefat edip. Ve İmam Malik rahimehullah'ın da bu barədə çox gözəl sözləri var. Hansı ki o da başqa imamlar kimi sünnəyə tabiçiliyə çağırıb və özünə təəssübkeşlik etməkdən çəkindirib. Və baxın İmam Malik rahimehullah yönü nə deyir? İmam Malik rahimehullah'ın sözlərindən birincisi deyir ki: "İnnemə ənə bəşərun uxti'u və usib. Fanzuru fi ra'yi fekullu ma vafaqal kitabe ve's sünnete fehuzuh ve kullu ma lem yuvafiqil kitabe ve's sünnete fetrukuh." Baxın nə deyir? Deyir, mən sadəcə deyir ki, bir bəşərəm. Xəta da edə bilərəm, doğru da söyləyə bilərəm. Siz mənim rəyimə baxın. Kitab və sünnəyə müvafiq olan hər şeyi götürün və kitab və sünnəyə müvafiq olmayan hər şeyi tərk edin. Deyir, mənim rəyimə baxın, birbaşa götürməyi qadağan eləyir. Birbaşa götürməyi caiz görmür. İmam özü səni bundan çəkindirir. Birbaşa onun sözünü götürməyi qoymur, icazə vermir. Deyir ki, mənim sözümə baxın, hansı Qurana və sünnəyə müvafiqdirsə onu götürün, müvafiq deyilsə onu götürməyin. Bu nə deməkdir? Bu deməkdir ki, bizim sözümüzü, mənim sözümü Quran və sünnəyə ərz eləyin. Birbaşa götürməyin. Və bunu da İbn Abdülbər rahimehullah Cəmi'ül İlm və Fadlihi kitabında 2-ci cild 32-ci səhifədə gətirib. Və İmam Malik rahimehullah'ın bu sözlərdən ikincisi deyir ki: "Leysə əhədun ba'dən nəbiyyi sallallahu aleyhi və səlləm illə və yu'xazu min qavlihi və yutrak illən nəbiyyi sallallahu aleyhi və səlləm." İllən nəbiyyi sallallahu aleyhi və səlləm. Deyir ki, Peyğəmbərdən sallallahu aleyhi və səlləmdən sonra hər bir kəsin sözü götürülə və tərk oluna bilər. Yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmdən başqa. Və bir rivayətə gəlib ki, İmam Malik rahimehullah Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində dərs keçirdi və onda deyir ki, hər bir kəsin sözü Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra hər bir kəsin sözü götürülə də, tərk oluna da bilər və Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrinə işarə edirdi ki, yalnız bu qəbrin sahibindən başqa. Onun sözü götürülür və heç vaxt tərk olunmur. Və bu İmam Malik rahimehullah'ın bu sözünü də İbn Abdülbər rahimehullah həmin kitabda 2-ci cild 91-ci səhifədə gətirib. Və Şeyx Alban rahimehullah deyir ki, yəni bu mütəəxir alimlər, sonradan gələn alimlərə görə məşhur olan budur ki, yəni onlar bu sözü İmam Malikə nisbət ediblər. Bu söz İmam Malikə nisbət olunub və bundan əvvəl onu həmçinin sahabələrdən də bəzilərindən nisbət olunub bu söz. Və məşhur olan budur ki, bu söz İmam Malik rahimehullah'a nisbət olunub. Və bu söz İbn Abdülhadi İrşad-ü Səlik kitabı 1-ci cild 227-ci səhifədə həmçinin bu sözü İmam Malikdən sabit olduğunu demişdir. Ondan sonra İmam Malik rahimehullah'ın üçüncü sözü, İmam Malik rahimehullah'ın üçüncü sözü belədir ki, İbn Vahb deyir ki, İmam Malik rahimehullah'ın tələbələrindəndir. Deyir ki, Səmi'tu Malikan su'ilə an təxlili əsabi'ir ricleyni fil vudu. Eşitdim ki, İmam Malikdən rahimehullah'tan dəstəmaz alarkən ayaq barmaqlarını təxlil etmək barədə soruşuldu. Yəni, dərsində İmam Malik rahimehullah'tan dəstəmaz alarkən ayaq barmaqlarını təxlil etmək barədə, yəni ayaq barmaqlarının arasına barmaqlarla əllə su çatdırmağa təxlil deyilir. Təxlil etmək barədə soruşuldu və İmam Malik rahimehullah dedi ki, leysə zəlikə alənnəs. Yəni bunu etmək insanlara caiz deyildir. Və sonra İbn Vahb deyir ki, fətərəqtuhu həttə xaffənnəs. Və sonra deyir ki, gözlədim və insanlar deyir ki, hətta onun ətrafından azaldılar. Sonra ona dedim ki, ey imam, indənə fi zəlikə sünnə. Bizdə bu barədə sünnə, hədis var ki, ayaq barmaqları təxlil etmək barədə. İmam Əbu Hanifə rahimehullah dedi ki, və məhiyyə. Dedi ki, o hansı sünnədir? Dedim ki, İbn Vahb deyir ki, mən dedim ki, həddətənə Leys ibn Sa'd və ibn Lühey'ə
وعمر بن الحارث عن يزيد بن عمرو المعافري عن أبي عبد الرحمن الحبلي عن المستورد ابن شداد القرشي قال رأيت رسول الله صلى الله عليه وسلم يدلك بخنصره ما بين أصابع رجليه. Dedi ki ona dedim ki İmam Malik rahimehullah'a Leys ibn Sa'd, həmçinin İbnül Hey'a və Amr ibn el-Haris'dən rivayet olunur. Onlar da Yezid ibn Amr el-Maafiri'dən rivayet edirlər. O da Abdurrahman el-Hubulli'dən, o da Mustawrid ibn Şeddad el-Quraşi radiyallahu anhu'dan rivayet edir ki, o deyir ki, gördüm ki Peyğəmbər sallallahu aleyhi və səlləm əlinin balaca barmağı ilə ayaq barmaqlarının arasını təxlil edirdi. Balaca barmağı ilə ayaq barmaqlarının arasını təxlil edirdi. Və sonra İbn Vahb rahimehullah deyir ki, İmam Malik rahimehullah bu hədisi eşidəndə dedi ki, bu gözəl hədisdir. Və mən bu hədisi heç vaxt eşitməmişdim. Mən bu hədisi heç vaxt eşitməmişdim. Və bu o deyənlər var ki, deyirlər ki, necə ola bilər ki, İmam hədis bilir, yəni ondan sonrakilər, İmam hədisi bilmir, ondan sonrakilər hədisi bilir. Necə ola bilər? Bu imamlar özləri təsdiq ediblər. Özləri təsdiq ediblər ki, ola bilər ki, hansı ki bu barədə açıq aydın İmam Şafii rahimehullahın da sözü gələcək ki, yəni elə insan yoxdur ki, ona Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən bir şey gizli qalmasın. Bütün əhatə edən insan deyir ki, yoxdur. Və bu hədisi deyir ki, İmam Malik rahimehullah dedi ki, mən deyir bu hədisi heç vaxt eşitməmişdim və İbn Vahb deyir ki, bundan sonra İmam Malik rahimehullahdan bu barədə soruşulanda o ayaq barmaqlarının arasını təxlil etməyi əmr eləyirdi. Və deyirdi ki, ayaq barmaqlarının arasını təxlil etmək Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir. Və bunu da İbn Əbi Hatim Cərh və Tədil kitabı səhifə 31-32-ci səhifədə gətirib. Və gələn dərsdə inşallah İmam Şafii və həmçinin İmam Əhməd ibn Həmbəlin sözləri və ondan sonra yenə inşallah bu barədə mövzular davam edəcək. Allah Teala eşitib faydalananlardan eləsin. Allah Teala bizə haqqı haqq kimi görüb ona tabi olanlardan və batili batil kimi görüb ondan çəkinənlərdən eləsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.